Yayımın baş sponsoru Bizon. Xüsusi sponsorlar Qardaşlar Mebel, Rosko Halal Məhsulları. Sponsorlar Bomba Belıçka Tumları, Şahs Electronics, Previta Vitamin Kompleksi, Permalit Boyaları, Mebra Az Mebel Elanları Platforması. Xoşbəxtlik adamlar bu kətdə, nə istəyirlər tapırlar həyətdə. Bir ailə var amma biraz sadəlövlü, çətinə düşürlər hər hərəkətdə. Kənd havası, keçələr yolları boşdur, kənd havası təmiz insanlara xoşdur, kənd havası gülər sadə adam. Karanfili derende, derbi yere serende. Yara könlümü verem, mene könül verende. Yara könlümü verem, mene könül verende. Gel 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 denimi. Bir adam Roska'ya el vurmasın. Yuxumda seyrek kimi kalbasa görmüşəm, onun hamısını mən yiyəcəm. Nə yaşı bu qədər seçti alsan, həmişə az alırdı. Da görəm yeyilir alıram da, yeyilməsə almaram. Daddı da xız. Bəyənirsiniz, yeyirsiniz. Görüş bu axşama qalacaq. Abala, o qədər yemək haqqında fikirləşsən ki, yatanda da yuxa kalbasa saska gəlir girir. Abi yuxuda bir əzizlərimi gör, yaxınlarımı gör. Allah ölənlərimizi rəhmət eləsin. Allah ölənlərimizi rəhmət eləsin. Eləsin. Allah ölənlərimizi rəhmət eləsin. Da eləsin dana, nə deyirəm ki bu? Babamızı gör, nənövü gör. Pişi, onlara fikirləşirəm bundan sonra. Məni bağışlayın, mən bundan kənada danışmalıyım. Hər an nəsə ola bilər. Kimdir bala? Çox üzr istəyirəm. Kimdir? Abala bu uşaq bir hara getdi, bir maraqlanaydın da, neydi o zəng? Sən nəyə lazımdır? Hər şeydə qarşısan. Bayaq deyirsən ki, yuxuda qohumlar bu gör. Kalbasat dana görüb, nə olsun? Aş tox deyirlər, yoxsunda darı görər. Elə bir şey. Bildim də toyuqdur bu. Darı toyuq. İndi kimlə danışır? Bilirsən? Ay Qasım, uşaq da öyle o. Yekə kişidir. Kimlənsə danışa bilər də. Bəlkə səhər kiməsə sabahın xeyir deməyə gəlib. Bəlkə onun səhər duranda ilk fikirləşdiyi, gecə yatanda son düşündüyü kimsə var. Bu danışsın da na, uşaqdır. Qəmər deyirsən, yəni sabahın xeyir deyəni var. Yəqin də bu vaxtı kimlə danışar ki? Maması boyuna qurban olsun. Ona biraz uzaqlaşan kimi yoxa çıxır. Hə, Dənət, bir dəqiqə gözlə. Yatırsan qaqa, nə var da yox? Mənə belə salamatçılıq şükür. Hay? Yox, elə hələ də o qüvvədədir, hələ də özümə iş axtarıram. Nəyə görə sorsun ki? Yetər? Dənət, həqqi deyirsən? Bildiyin yəni mənə görə, dana, hə? Mənim əlimə dana o iş, hə? Sənin qadan qalırım, ay Dənət. Mən sənin bu xəcərəsinlə nətər çıxacağım, ay Dənət. Şu Dənət, danışdığımız kimi. Mən səhər başlayam, şu. İcazə nədir? Sənin qabağındakı o baxçıya gedən qoşqar dövlük, daha o qoşqar bığ yiyəsidir. Hay? Şu, narahat olma. Oldu. Oldu qadan qalım. Özünə yaxşı bax. Bir də görə deyirəm. O sözüm derim də, Dənət. Nə gözəl gündə. Səhərimi açdım, gördüm mamam kalbasa alıb. Dalımdan da Dənət mənə yığdı, şad xəbər dedi. Nə olar da, ömrüm belə gedərdi. Nəyin satmır ha qoşqar? Kalbasan, işin, həyatını dəyişik. Gözlərim parıldayır, civə, nə olub? Ana, mənim o sinif olaşım var deyə, Dənət. Hansı? Xəcərətin qardaşı. Hə, Xəcərətin qardaşı, hə. Aysə, hə, sən səhv saladın, olar, bir-birini oxşurdu. Nə bilim, adını deyəndə adam xəcələt çəkir. Mən ona demişdim ki, mənə uyğun olan bir iş olsa, mənə deyərsən. İndi o mənə zəng elədi ki, sana uyğun olan bir iş tapmışam. Bakıda? Nə işdir ki elə? Ana, bir elə soruşdum, mənə cavab vermədi. Deyəcəm, belə vəzifə işidir deyə, bu telefonda demədi, deyir ki, gəl bura danışaq. Hə, yəqin telefonda demək olmaz da. Gör nə deyirəm, dədəndən icazə almısan? Deyəmədim ha. Deyəmədim. Yox, qoşu, mən bu boyda şeyi ört-bastır eləyə bilmərəm, bala. Dədən icazə versin, ondan sonra hara gedirsən get. Git dədənlə danış, denə. Elə mənə necə dedin, onu da elə denə. Deyir, dədən orada üzün qırxır. Elə git yaxınlaş, güya nəsə lazımdır, nəsə bir şey sorsan, söhbəti deyil. Elə söhbət əsas nədir? Yaxşı, mən də qablar yiyim. Qəmərim, can qəmərim, sənə qurban ey qəmərim.
Ne olub bala? Ay, Ne olub? həmişə təmizlikdə. Sağ ol. Ne olub? Dədə, sənə bir söz demək istəyirəm. Bilirəm bala, belə gəlişindən hiss olur ki, nəsə elə sözdə adam oxşayırsan. Ne olub? Belə riski demək istəmirəm də, nə, baxma. De də bala, nədirsə dərdüvi de. Denən işidirəm. Həmişə təmizlikdə. Sağ ol. Ha bala. Hə. Bala, təntidmə, mənim üzümü kəsizəm. De görüm nə olur? Yəni, yaxşı şeydir. Çox yaxşı, möhtəşəm bir şeydir. Yəni, belə bir şey istəyirsən. Nə vermirsən? Su açıq qoymusan, ləkləri su basıb? Yox, başqa şeydir. Arıların kutusunu bağlamısan, boğulub ölüblər? Yox, dədə. Bə nə olub? Kürdə balıq tutanda qırmağı götürüb aparıb ləpə? Dədə, özümdən başqa hər şeydən şübhələndin sən. Bir dənə mənlə bağlı şübhələnmədin sən. Heç nə, yadman çıxdı. Vay, nə deyirdim, yadman çıxdı. Bu uşaq kim oxşayıb bu uşaq? Dədə, Hı? həmişə təmizlikdə. Sağ ol. Ne oldu ay bala? Nerededir dede? Deyənmədim, bana. Bir şey tap deyənmədim. Ana, sən o vaxt təzə ailə həyatı quranda, Hə. mənim daimcilər keçəndə, Hə. yəni qardaşıncılar, Hə. sən mənim dədəmə nə var ya gəlib gedirdin. Mənim Buyur. çox maraqlıdır. Ne öyle deyirdim ki, qardaşım təzliyə qalxıb, həyətdə yıxılıb, təcil yardım gəlib qardaşımı ayılda bilmir, mən təcili oraya getməliyəm, belə də deyir. Mən elə bəzəyəmirəm də, bax görsən, mən elə şey tapamıram da mən. Başqa nə gəlir ağlına? Başqa elə bil ki, bilirsən nətər bala, mən bütün gün onun əsəbi vaxtında söz demirdim. Gözləyirdim gecə yerimizdə yatanda sakitcə sözümü deyirdim, o da qəbul edirdi. Onda yəqin yuxulu olur da, orada nə dedin razılaşır. Hə, ta bilmirəm. Yola verir də, deyir, hə, qəmər, yatır. Hə, ta bilmirəm, orasını amma qəbul edir. Aydındır, məsələ aydındır. Onda başqa variant yoxdur, mən də gəlib gecə qılığına girərəm. Elə danışaram, tez ayıldıram, sözümü deyərəm, razılaşdıraram, qaçaram. Yox da bala, da elə gecə gəlib söz deməklə deyil. Sən gərək gün ərzində onun sözündən çıxmayasan, onun buyruqlarına baxasan, onun bir dediyini iki eləməyəsən, sözün yerə salmayasan ki, gecə də sən ona söz deyəndə o sənin sözünü yerə salmasın. Çox gözəl ideya dedin. O mənim heç ağlıma gəlməmişdi ana. Mən indi sonra elə olacağam. Gözəl bir dəqiqə. Atam! Atam! Əşi, yavaş qışqırt, diksindim, üzümü kəsdim. Nə olub? Nə olub? Bir şey yox. Kömək lazım. Gördüm, qutardım, götür apar bunu. Ay. Götür bunu apar ora kuxuya. Teşni götür, dana belim ağrıyır. Onun qonşu bağır, qabı qaşıq daşıyam. Ən olacaq anana kömək edirsən, buradan bura aparsan. Ağırdı, ona görə anama kömək eləm. Hələ o ağır deyil, elə bunları da yığacam, gətir bura. Xəzərin axşamısın, bağların nişanlısın. Xəzərin axşamısın, bağların nişanlısın. Qız markunda yaqudum, qızılım alışanım, ay qoşaşanım. Qız markunda yaqudum, qızılım alışanım, ay qoşaşanım. Günəşin ilkləri, başımın gövhəri. Abşeronla batıb balların şəkəri, meynələr ulduzu, torpağın ülkəri. Qara giləm, ayaq giləm, qoşaq giləm mənim. Qara giləm, ayaq giləm, qoşaq giləm mənim. Hey, maması boyuna qurban olsun, elə paltarlı yatıb. Hansı mahnı oxuyur? Qoşu, ay qoşu.
Qoşu. Qoşu. Bana bax. Dədən səni gözləyir, söz deyəcəkdin. Dur, gəldi. Yox, dur. Ay qoşu. Dur, qadan alaram. Gəl, dədən gözləyir. Dur, sözünü de, sonra gəl yat. Sən ana, halım yoxdur qalxmağa. Oy. Ana, liş kimiyəm ana. O qədər işləmişəm, halım yoxdur, sənə deyərəm ana. Qadan alaram. Özümə oxşayıb. Mən də bax bir kəlmə söz demək üçün bütün günü əlləşirəm, vuruşuram ki, nə var qasıma bir dənə işim düşüb. Yazıq uşağım da bax bütün gün əlləşdi. Cambala işləmək özümə qaldı elə. Qoşu, heç olmasa əynivi çıxart yat da. Ay qoşu, paltarlı yatmayı, sonra tərləyərsən, xəstələnərsən. Xəstələmək demişkən. Bana bax, içmisən dərmanı. İçdin previtanı. Yalandan deyir, heyimi var. Bax, qoyuram yanıva, eşitirsən məni. Səhər duran kimi ilk işim bunu içmək olsun. Eşitdin qoşu? Qadasını alaramaz bu. Gecən xeyrə qalsın. Yavaş, ehtiyatla. Stidi. Ay. Qəşəng. Bunun qoxusu için ölürəm də qəmə. Bərəkətli olsun ana, bərəkətli olsun. Sağ ol. Nə olub? Deyirəm, gecə də paltarı yatıb qalmışam. Valla, mən sənə bir şey deyim. Dünən anon dedi ki, sənin məndən nəsə vaziyib işin var. Səni nə qədər oyatdıq, sən oyanmadın. Nə olub bana, nə deyəcəkdin? Ata, Allah, Bilirsən- Allah sistəyir. Ye. Allah. bilirsən nətərdə ata? De bala, de bilim də, nə nətərdir, de. Ged ana. Bala, sancılanan inək kimi nə qıvrılırsan, nə oxalaşırsan. Denən dərdin nədir? Deyirəm, De bala. ata, məsələ budur ki, mənə Bakıdan iş təklif ediblər. İcazə versəydin, mən deyib işləyərdim orada. Bala, işləmək istəyirsən, burada rayon mərkəzində danışım, səni işə düzəldim, burada otur işlə də gözümüzün qabağında. Da işləmək üçün Bakıya nöş gedirsən. Da hamı yığışıb Bakıya getsə, bala, kətdə kəsəkdə kim qalacaq? Yox, mən elə deyil də, nə ayda da, bilsən nətərdir. Burada irəliləyiş olmur da, öz kar... Nə? Karyeram üzərində Hə. işləyəmirəm də, başa düşürsən, quramıram onu. Mən gedim orada işlə məşğul olurum, orada imkanlar çoxdur, başa düşdünmü? Yaxşı pul qazanım, sizə də baxım, özümə də baxım. Ata, mənim sizə baxam yaşımdan, ata, yalvarım da, ata, nə olar, bırak dana, qoy çıxım bizim mənə. Qasım, incitmə də uşaq, incitmə. Bax, Qoşqar, oğul, mən sənə getmə deyə bilərəm. Getmə deyə bilərəm və sən getmərsən. Amma deyirəm, get. Get, bala, get. Başın daşdan daşa dəysin, sonra biləsən ki, nə var, nə yox. Bala, Bakıda baş çıxarmaq hər adamın işi deyil. Bakı çətin yerdir. Yox, sən demə bıraxdın eləmi? Get. Atıraqsa gedim eləmi? Get. Dədə, səni qadan qanama dedim, mən səni öpürəm. Mən də sənə. Ana, Get. sən də öpürəm. Bala. Get. Buy, uşaq nə tər sevilib həyəcanlandısa, ikisində də səni öpdü. Heç məni öpmədi. Oradan ikisini də mən öpdü. Ebi yoxdur, elə bir ki, sən öpdü, mən öpdü. Gəl görək. heç də. Onlar da pişir, gəl. Bunları götürüb gəlirəm, ta yoxdur pişirməli. Büküb gəlirəm. Bala, bizim arvad belədir. Evdə mebellərimiz yoxdur. Hansın ki satmaq istəyir, xoşuna gəlmir. Qoyur o saytın adı nədir? Mebra.az. Ay sağ ol, qoyur ora satır. Sizin üçün də xeyirli olsun. Sağ olun, əlim çox sağ olun. Sağ ol əzizim, çox sağ ol. Var olun. Olsun. Buyurun. Çox sağ olun. Sağ ol. 200 manat. Sağ ol. Sağ ol. Xeyirli olsun. Qasım. Bu həmən müştəridir, mebelləri qoymuşdum ya biraz saytına. Bildim, hə. Oradan Getdi. gələndi. Hə, mebellərdə dedim, götürüb aparar. 200 manat da pul verdi. Hə, nə yaxşı, onu da verərik. Qoşuya yol pulu eləyər. Yo, Qoşqara 200 manat çox olar. Burada 30 manat var, gələ, şəhər yeridir. Çoxlu pulla gedir, ağılına min də şey gələr. Hə. Yaxşı. Hey, Özünüzə yaxşı baxın. Mənim iş yerim yəqin idarə zətdir. Bayaqdan zəngin nazı gəlir, çox üzr istəyirəm. Mən bu dəqiqə çox məşğulam.
Bax Qoşqar, yenə səndən soruşuram. Getmək sənin son fikrindür, son qərarındır. Babala, narahat olma ya. Nə qədər canımda can var, sənə həmişə baxmağa hazıram. Mən də. Narahat olma. Ata, bu yaşıma kimi mənə baxıbsan, məni böyüdübsən, çox sağ ol. Atalıq vəzifəsi nədirsə, onu artlamasından yerinə yetirmisən. İndi vəziyyət belədir ki, artıq mən böyümüşəm. İndi siz oturun evdə, mən sizə nə də lazımdır, nə də lazımdır, baxacam da, dolandıracam da. Oya qurban. Sağ ol. Al. Ödümdə yaş baxın. Dur ver. Burada yanında olsun. Yox. Az elə yol pulu eləməyə. Sonra orada özün qazanasın. Borc, bunu borc alıram sizdən. Gəl öpüm. Gəl öpüm. Dədə, Sağ salamat. özünüzə yaş baxın dədə. Mamam boya qurban olsun. Ne? Özdə heç nə də korluq vermə, yaxşı mı? Yeməyinə, içməyinə, yatmağında heç nə də korluq vermə, yaxşı? Dərət olun. Özünüzə yaş baxın. Sağ ol. Möhkəm olun. Sağ salamat, gözdə gəlib dalınca su atacağım. Hey, qasım, kövrəldi, nə ağlırsan, hə? Günəşin də qabağını bulud aldı, Qəmər. Yo, kövrəlmədim, yaxşıyam, yaxşıyam. Biraz sıxıldım, darıxdım. Gedim görüm kəramət harda da sən də qalxıver. Uşaq da getdi. Dedim, getmədə, nə var dedim. Qazanıram 500 manat, verərəm. Dana! Nəzərlə qaqa! Gözünüz anınızı əvlib belə baxsaq. Nəzərlə qaqa! Nə var deyəm? Nətərsən, sağ ol. Sən nətərsən? Salamatsınıq qaqa. Öldüm. İsti məni öldürdü. Axır ki gəldin, çıxdın da Bakıya. Bakı deyirdin. Hər dəfə mən səninlə telefona danışanda qaqa, yandadır. Aha. Deyirdim ki, bir gün bu Qoşqar çör olub, hardasa pul tap gələcək Bakıya. Şükür. O pulu tapdım qaqa. İndi qaqa istənmir, sən qadan qaldı. Çox uzatmayaq da, əsas yaxşısan, eləmi? Yaxşı, şükür. Səni yaxşı gördüm, maşallah. Sağ ol. Qarnınızdan çıxarıbsan, mən deyil olacağım. Mənim məqsədim odur ki, mənim benim qarnım olsun. Qaqa, gör nə deyirəm. İndi daha gəlmişəm da, bax, buralarda mən belə özümə layiqdəm, özüm bilirsən də, tanıyırsan məni. Nə iş tapa bilərsən burada mənə? Baba, iş deyəndə ki, bir dənə bu moykadır. Bu da xalamın ərinin moykasıdır. Bu? Mən işlədirəm. Aha. Heç nə, get əlini qolunu çırmala. Gəl, maşını yuyaq, hər maşından da 5 manat səndir. Nə darırsın ha? O pulu mən hara yığacam? Hər maşından 5 manat. Hər maşından 5 manat. Oo, da mən elə tez bir zamanda çör olacam. Bax, götür qupqa ilə əskini, başla maşın yumağa. İndən başlayım, eləmi qaqa? İndidən. Sən qadan qalarım. Qaqa, belə asan olan mədir qaqa. İndi sizdə belə şey yoxdur ki, məsələn, siz gedin, biz sizə xəbər eləyəcəyik. Tez bir zamanda sizin kimi işçiyə ehtiyacımız olsa sizə xəbər eləyəcəyik. Dövlət işinə düzəlirsən sən. Moykad da. Dedim bir dənə maşını yudun, hər maşından da 5 manat, Allah xeyir versin. Eləmi qaqa? Elə. Şu, mən başlayıram. Onda Get başla. Bir də bu muştuluğu bir dənə öyrəyelim gəlim. Get. Bir də mama deyəm onu gəlim. Yaxşımı qaqa? Get, Sən get, qadan get, qalaram. gözləyirəm. Hə, şu, gözlə bir dəqiqə. Elə də zibil yoxdur, süpürmüşəm. Yarpaqlar tökülür, dedim onları biraz yığım. Aynen. Oy Qəmər, yorulmuşam ey Qəmər. Bəs sən nədə oynamağa getmişdin? Nə oldu? Niyə qayıtdın? Yox, sıxıldım ey Qəmər, ürəyim partladı. Getdim boya aldım. Hə. Dedim həyəti bazanı qəşəng rəngliyim. Qoşu ilə də danışaq, maaşı zaten yaxşıdırsa onu da evləndirək. Biraz həyəti bazaya da əl gəzdirək. Ondan sonra da... Yaxşı elədin, yaxşı elədin. Mən də dedim elə süpürün buraları. Yaxşı elə. Bekarçılıqdır da. Heç olmasa qoşu olanda başımı qatır. Gel. Kimdir? Alo. Hə, Qoşqar. Maması qurban. Alo. Mamam boya qurban. Alo. Ana, yatarsınız. Alo. Hani sarsmısınız? Demək, Ana.
Yox, dədəm də dəymirim. Ay dədə, yatarsınız. Bir orada qonum qonşuda bir adama verin, danışsınlar mənlə. Siz ikiniz də qəhrlənirsiniz, tutamıram, nə deyirsiniz? Yaxşı danışıram mamam boya, qurban olsun. Nə sənin nətərsən, nağarsan, işin gücün nətərdir? Əladır. Uşaq gəlmişəm ana. Deyişəm səni. Harda işləyirsən maman qurban? Moykada işləyəcəm, maşın yuyacağım. Moykada deyir, işləyirəm, maşın yuyuram. Hə, xeyirli olsun, qadan alaram mən sənin. Yaşlıdan müştəri gəlib, sonra tərcərim. Hə, yaxşı. Özü də yaşmaq. Yaxşı, qadan alım. Ala gör dədən nə deyir? Allo. Nə oldu? Dedi, harda işləyirəm? Moyka dedi maşın yuyuram. Görürsən mənim başıma nə oynasın? Niyə? Görün də özünü soğuqlada bilir. Böyrəkləri də fəhri deyil olur. Bu cır-hacırda soyuq mu olar adam? Yox, orada buz kimi sudur. Mənə bax, yığış, əynimi tutub, gen gedirik Bakıya. Gedək görə bu nə eləmək istəyir? Nə eləmək istəyir də bu, nə eləmək istəyir? Gəl məni görüm. Dedi yaxşı da, dedi işləyirəm. Hələ ad boy verdi, dedi ki, müştəri gəlir. Bax Qasım, səndə var axı heç nədən durduq yerə coşub daşmaq. Bax uşağa heç nə deməyə, yaxşı, sakit. Danışdı da gənə pay at ondan səni ya. Mən nə vaxt durduğum yerdə başlamışam coşmağa. Adicə toyuq dimdiyi ilə yumurtanı deşəndə mən heç ona əsəbləşmirəm, ona coşmuram. O ki qaldı mənim hələ öz oğlum ola. Amma bu özbaşınalıqdır, yol verilməzdir, qəbul edilməzdir. Sən canın yaxşı, bu söz də sənin ağzına təzə düşüb, yol verilməzdi, qəbul edilməzdi. O günlərdə axşama yemək pişirmişəm, ət yeməyi. Deyirsən ki, gecə vaxtı ət yemək yol verilməzdi, qəbul edilməzdi. Sən qəbul eləmirsən, eləmə, biz qəbul edirik əti. Sən canın günah hamısı səndədir də. Məndə niyə? Elə səndədir günah. Niyə də məndə? Mən nağarmışam. Hə, eyb yoxdur. Təki, məndə olsun günah, amma sən bircə əsəbləşmə, yaxşı? Qasım, sənin əsəbləşməyin yol verilməzdi, qəbul edilməzdi. Yaxşıdan əsəbləşmə, zarafat edirəm səndən zarafat eləyə bilmərəm. Əsəbləşməmişəm, yaxşıyam mən. Qoyma boynuma, yaxşıyam. Yaxşıyam deyirsən, Qasım, amma yaxşıyam da belə əsəbi deyirsən də, bax, yaxşıyam. Lənət sənə kör şeytan. Mən deyirəm yaxşıyam, bu deyir belə. Mən deyirəm yaxşıyam, bu deyir belə. Bu dəqiqə sənin elədiyin var ha. Xoşa gəlməzdi, yol verilməzdi, qəbul edilməzdi. Sonra deyir ki, əsəbi deyiləm. Görsən nə tər əsəbisən. Güler sade adamlar, balam gel kabası, sizi hürmetle salamlar. Qasım, bax, o bitişə yer qalıb, hamısını eləmirsən, bu bir dam, oranda bellə gedək. Yox, Əməl, bəs yorulmuşam, səhər eləyərəm. Az qalıb da, bugün işin sabaha qoyma. Bax, o bir damcı yeri, elə gedək. Salam böleş yorulmayasın. Yorulub, dədən yorulub Cəbala. Yorulub? Yüngül. Dede dur sana ne almış? Nə? Nədir bu? Bizon. Bizon. Adama bir tane. Birini seçin. Kırmızı Kırmızı mamul. benim. Kara serin. Aha. Ağda benim. Diyan. Merhaba oğul. Ben bunun yarısını içim, yarısını da saklayayım sabaha. Vay yine de pahalı değil yaxşı. Oy. Lazım ola yine alaram. Onu da her gün al. Her gün. Söz. Her gün Söz. Söz. Vesselam. Duş eləyim. Ana işleme. Tirə. Serin. Bah bah bah. Baba, zirvələrə necə ucala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır.
Rosko. Yalnız halal. Ay bala ne inirsiniz siz burada? Ay kızım toyuqlar qalıb çöldə. Bu mal heyvan qalıb həyətdə. Bunları yemək vermə. Tum tutuyorsunuz burada. Sen qadın qara. Ben bir dəqiqə mal qara qaşmıram. Bir dənə babana bax. Aa, qara. Hər birə bir iz qalmış. Sen zana bir dənə dadına bax onun. Bir dənə dadına bax. Dayanaq ol. 5 dəqiqə sən istirahət elə də. Nədir? Toyuqcuza qaçmır ki. Bir şey tapıb yiyəcək. Heyvan da həmçinin yiyəcək, geyib girəcək yerinə. Vəssalam. Nə qəşəng. Bəyəndin? Çox xoşuma Mən gəldi. qovuranda bəyənmirsən. Beliçkanı bəyəndim. Sən ayrı, bu ayrı. Maşın cehizi var gelinimin ay gelinimin. Maşın cehizi var gelinimin ay gelinimin. Üzüne həsrət aparır göydəki. Bala, sən evə gəlin gətirəndə gəlinə deyərsən ki, bütün elektronika mallarını şahsdan alsın. İndi bildim, şahsımız var. Ama kız yoktu. Bunu mən tapdım, onu da sən tapdın, mən tapım. Bax şahsın iki qaplısı da var. Arvada deyərsən ki, alanda iki qapılı alsın. Yaxşı? Bir qapısından biz istifadə edərik, bir qapısından da siz. Tibb bilimləri doktoru, ali dərəcəli həkim, beynəlxalq allergoloqlar, immunoloqlar və İmmun Reabilitasiya Elmi Cəmiyyətinin üzvü, Almaniya Avropa Universitetinin professoru Qurbanov Hüseynağa Əlioğlu. Son vaxtlar valideynlər uşaqların tez-tez xəstələnməsindən, yaddaş zəifliyindən, inkişafdan geri qalmasından, il ərzində dəfələrlə xəstəliklər keçirməsindən şikayətlənirlər. Previta vitamin tərkibində A vitaminindən tutmuş, yod və krom elementlərinə qədər vardır. Əqli zəiflik, metabolizm pozulması, immuni defisitlərin aradan qaldırması üçün previta vitaminin verilməsi məsləhət görürəm. Previta içərək gələcək həyatınızda sağlam addımlar atın. O ne boyadı sen alıp evi boyamışsan? Bəs hansı boyadan istifadə edeyim? Permalit boyaları. Permalit'in Termomax seriyası boyaları hem mat hem ipek mat, xarici fasadlar üçün yarı mat və mat seriyalarında boyaları var. Antibakteriyaldır, silikonludur, tez silinendir, uzun ömürlüdür və ən əsası solmayandır. Sən ustasan, bunları sən bilməlisən. Düzdür. Ana, qadın qanım, nədir bu şaqqa, nədir bunları çəkilən, nə çəkirsən ki? Heç nə bax, qoşu. Deməli bu bizim köhnə mebelimizin şəklini çəkdim. Bax indi yerləşdirirəm mebra.az saytına. Bunu buradan yerləşdirirəm, burada satıram. Özümdə bax 300-ə yaxın mağaza var. Oradan ürəyim istədiyim mebeli seçirəm, təzəsini alıram. Hə. Elə asat deyirəmi? Hə. Bax adamlar var da məsələn köhnə mebel istəyirlər, antik bir şeylər istəyirlər, düzdürmü? Bizim də bu köhnə mebelimiz nənəmdən qalıb, nənəmdən. İndi məsələn bunun da öz alıcıları var da istəyirlər. Bax yerləşdirirsən o yerə, girirlər antik mebel istəyəndə girir onu alır, qutardı getmir. Qardaş, mən bilmirəm, sən nəyi deyirsən? Ay Qəmər, mənə deyir ki, sizdə antikvariat mebel var, qoymuşsunuz elanlara. Hə də, indi qoydum da, mebra.az saytına qoydum deyə bu bufetimizi qoydum. Yəqin ona görə zəng edir. Denən hə, satırıq dedim. Qardaş, bizdə bufet var, satırıq. Arvad qoyub, hələ qoyubsan. Mebra.az saytına. Mebra.az saytına. Hə, oradan gördüm. Oldu, hə, onu bayaqdan yıxıldı. Gördün. Oo, surata baxın. Hə. Onda deyirəm mən də çarpayımı dəhşətənə belim deşilir. Ay bala, sənə dedim ki, onu gəlin gələndə gətirəcək. Gel havası sizi hürmetle
salamla. Hayatımın tacıydı kara gözlü cavanlığım. Eş mehabbet tacıydı kara gözlü cavanlığım. Ürəkimi değinerdi, ne bir gemi, ne bir derdi. Ürəkimi değinerdi, ne bir gemi, ne bir derdi. Yakınlara sine gezip durdu gözüm. Ay Qoşqar. Qoşun! Mamam boya qurban olsun, qoşun! Ay oğul. Vay elə. Çimizdirdin. Salam. Nətərsən oğul. Mamam boyuna qurban olsun, sənin? Ya, ya. İşdi gücdü balam, Ya deyil sən mənim. kövrəlməyə kişisən. Attım. Alıvereceğim. Beni daha tebrik edebilirsiniz. He. Sizin o gözünüzün ağı karası Qoşqar var ha, bir tane oğlunuz. He. Daha indən sonra bugündən öz ayakları üstünde duran oğlandı. Halal olsun, halal olsun. Sağ olun. Ayak üstə dayanmaq şərt deyil ha oğul. Hə. Yadında saxla. Hə. Ayak üstə durmağa nə var ki? Əsas odur ki, yerində addımlamayasan, irəli gedəsən. Ay sağ ol. İndi size bir söz diyeyim. İştesiniz ana beni. Bak vaxt gələcək. Sizin oğlunuzun adı gələndə Hə. hamı onun adını pıçıldayarak diyecek. O da olacaq, O da olacaq. olacaq. Nədir? Qadan alaram, Olacaq. mamam boya qurban olsun. Yapma, hə. Mario'ya oxşayırsan, qadan alım. Mario. Almışdım ya zaten. He, o diyor, he, bu. Umba. Yadıma düştü. Yazmış ya, o keçen bölüm məsələşirdim. Az qala keçmişdin amma indi. Hə. Ana, bizim səhv eləmirəmsə, sabahda zətdə o şahs elektronikdən biz bir dənə mal götürmüşdük. Səhv eləmirəmsə. Düzdür. Mən ola bilər xatırlamıram, iş üzərindən ola bilər başımı itirmişəm. Düzdür. Onun sabahda zətdə ödənişin vaxtıdır. Mən biraz pul yığmışam, 50 mat. Aparın onun kreditini verin. Nəsə, səsiniz adınız olsa xəbər edin. Qurban Sağ ol. olaram, mənim oğlum böyüyüb evə pul verir, Qasım. Sağ ol oğul. Oğul, dəqiq bunu sən özün qazanmısan. Boy. Ay dədə, bura Bakıdır. Burada işləməsən kimdir sənin gəlib cibinə 5 mat pul qoyan? Qəmər, mən nəsə narahatam abi. Niyə? Deyirəm birdən yolunu azar bu. Boy. Ayıb olsun, ay dədə. Yo, o banada demirəm, bala. Fikir vermişsiniz, bilmirəm, verməmişsiniz. Hə. O bəzi yolunu azanlar var ha. Hə. Onlar belə sonradan pul qazananlardır. Sonradan pul görənlərdir. Sən məni onlarla səhv salmadan, ha dədər. Mən gör hansı kişinin oğluyam. Mən gör kimin oğluyam. Düzdür. Yadına sağla dədə, sənin oğlun elə bir oğlandır ki, elə bir ailədən tərbiyə alıb ki, nəinki pul, heç bir dünya malına görə o yolunu aza bilməz. Düzdür oğlum. Qadan Nətər alım, dedin? boyuna Əla dedin. qurban olum İndi sənin. bəlkə bir çətinliyim var ana, o da ki, indi Nədir o? qalacağım ev var, Hə. indi orada dostumla qalacağım, onun elə bir çarpayısı var, mənim yox da. Uy. Alacağım, amma qarşıma məqsəd qoymuşam. Hə. Tez bir zamanda bu oğlan var ha, bu oğlan. Görürsünüz bu oğlanı. Özünə çarpayı alacaq. Niyə də almazsın ki? Kimin balasına nə eksikdir? Düzdürmü? O da olacaq, qadan alım, narahat olma. Biz yavaş-yavaş tərpənək. Vay, mənim müştərimdən gələcək. Mənim elə belədən deyil, mənim vaxtım qızıldır, qızıldır mənim vaxtım. Yaxşı. Siz gedin, məsələn, ələ... Sağ ol. Özündən Əsas gördü ürəyimiz arxayın Özündən oldu, mağayət qadan olma. alaram Gəl. sən. Qadasını alaram, Çıxartdım ha, pul verdi ki, mama kreditin vaxtıdır, apar bunu ödə. Mən də dedim, mamam boya qurban olsun, sən böyümüsən, kişiləşmirsən, pul qazanırsan, mənə pul verirsən. Mənə də qayıtdı, dedi ki, borcumdur, mən qazanıram, işləyirəm ki, sizə pul verim. Mən də qayıtdım. Ya bildim də. Ay bana mən də oradaydım da, bu söhbətlər gedəndə mən də oradaydım.
Elə danışırsan, elə bil bulaq başında arvadlara acıq verirsən. Ay Qasım, neyinimi fərəhlənirəm. Belə sevincimdən təkrar danışıram. Birinci dəfə axı belə şey olur. Boyuna qurban olsun, ne maması bunun. Bax Qasım, görsən mənim uşağım necə dərrakəli, düşüncəli uşaqdır. Ona görə hər nəyə görə elə yeri gəldi, gəlmədi mənim uşağımı sıxma. Uşağı sıxmıram, ay Qəmər. Mən də istəyirəm ki, onun hər şey ürəyincə olsun. O əzab, əziyyət çəkməsin. Mən də ona görə narahatam. Niyə Qasım? Qoy çəksin. Yadında saxla, oğlan uşağı əziyyət görməlidir ki, möhkəmləşsin, kişiləşsin. Elə hazıra nazır olan oğlan uşağı nətər bərkiyər ki? Bilirəm, Qəmər. Mən istəyirdim ki, o universitetə oxusun, təhsil alsın, diplomu olsun, kabinetlərdə otursun, qəşəng kreslolarda otursun. Amma insaflı adam olsun. Keçmişini unutmasın. Qohumuna, əqrəbəsinə qiymət versin, dəyər versin. Vəzifəsindən sui-istifadə eləməsin. Olacaq da Qasım, olacaq. Nə olub ki? Sumqayıt birdən tikilib. Huy. O Sumqayıt deyil, Moskva birdən tikilib, elə deyirlər. Bildim də, güya Sumqayıt birdən tikilib. Ölürsən məndən spor eləmək üçün də, ölürsən. Bax, burada da məndən spor edirsən, Qəmər. Özdə mən heç nə demədim, heç mən yadına salmadım kreditin vaxtı. Özünün yadında qalıb ki, kreditin vaxtı çıxartdı pulu ki, gələm amma apararsan krediti ödəyərsən. Sən nə dedin bəs? Mən nə dedim? Sən oradaydın da, eşitmədin? Salam Melekim, bildim də, mən də oradaydım da. Hə. 2 saatda eyni mövzudasan ha, eyni söhbət edirsən. Sən sevinmirsən uşağa görə, Qasım? Sevinirəm. Sevinirsən və mən də sevinirəm də. O necə ürəyindən çıxardıb dediyi, alamama, kreditin vaxtıdır, bunu ödə. Həmişə arxanızdayam. Mən də onu necə fərəhlə götürdüm. Sevinirəm də uşağa görə. Mən də ona qayıdıb dedim ki, mamam boya qurban olsun. O da mənə dedi ki, mama, indən belə hamısını mən ödəyəcəm kreditləri. Anadır da, nə deyim? O Dənət! Ay, nədir? Gəl bura. Maşın hazırdır. Bax, dediyim kimi, çiçək kimi. İndi bir dənə bunu sən sür, suyunu töz, sonra tət bura. Sən Allah istidir, özün götür, eşitsən məni. Bax, bir dənə belə, bir dənə belə. Tormuz verirsən, suyu tökülür. Mən sürüm eləmi? Hə, mən bir balaca işim var. İndi sana bir söz deyim, qaqa. Mən bunu bir dənə sürmək istəyirəm ki, eşitsən məni. Aha. Bunun suyunu töküm, sonra sən mənə deyirsən ki, qoşu. Ancaq sən burada su tökməklə bax. Sürə bilirsənmi? Sürür bilirsən nədir? Gəl indi qaqa nə qaracaq? Tamam. Bismillah, bax, sən şimdi ol. Getdin. Nə qarsan ki orada? Hə, indi sən ağaramayız. Qardaşlar Meybil, deyirəm ki, ay Qəmər, gəlmişkən deyirəm bəlkə qardaşlar Meybildən uşağa bir dənə çarpayı alaq. Deyirəm bəlkə, kənddən öz çarpayımızı gətirək, onda yatsın. Yaxşı, o yatdı və biz nə də yataq? Yerdə yataq. Ana ki, anayı, uşağı fikirləşir, mənə buradan bura fikirləşir. Neyniyim, ay Qasım, bircəcik oğlumuzdur da, onu da fikirləşməyim, kimi fikirləşim? Gəl bəri, gəl bəri. Çinin maşını gedir dana, bu Çin bilir dana nə istəyəsar eləyir. Buna bax. Bax, qoşu. Pulu yığ, dədənə bir dənə bundan eynisini al. Dədən yazıqdır. Bu ayağı yerdən üzülsün. Buna bax, nə gedir? Gəlini qaqa, nə qaracaq buna? Bunlar özdə. Bunlar yaxşıdır. Bunlar? Hə. Bəli. Bunların rəngi yaxşıdır. Rahatdır. Qəşəng yumşaqdır. Yaxşıdır. Diyan, bu xoşuma gəldi. İntihası oğul. Mənə de görün, bu qoşqarın boyuna balaca olmaz. Bir dənə ayağı çıxar çölə uşağın. Məncə çıxacaq. Bax, qoşu burada uzansa, qoşunun dizdən aşağısı çöldə qalacaq. Qoşqar? Hə. Qoşqarın boyundan boydadır ki. Necə? Mən boyda. Deyir mən boydayım, qoşu sən boydadır. Nə boydadır? Boy. Mənim oğlum Çınar boyludur, maması boyuna qurban olsun. 2 bunun qədər olar bala. Qoşqarı görmüşük də. Nədir ki ay bala? Qoşu sənin yanında gəlib yanında qoşuya bir aşağıdan yuxarı baxmırdın. Qoşqar da mənim boydadır da. Yaxşı. Sənin boydadır. Yox ay bala, sən xırdasan. Bu boyda qoşu mu olar? Yox, qoşu uzundur. Ona görə uzun kravası lazım. Laydi vardı qoşqar. Laydi var.
paxıllığın tutur eləmi mənim oğluma? Deyirəm, ay oğul, bəlkə özüm uzanım, yoxlayım. Uzanım, biləcəm. Uzanma Qasım. Sənin gözündən yuxu yağır. Sən uzansan yatassan o dəqiqə. Sən də yatdın ha Qasım. Bomba atsaq durmursan. Ən yaxşısı mən özüm uzanım görüm. Nə? Bir dənə o qalmışdı, bu cəmaatın yanında uzanasan. Nə olacaq o da mənim Dur balam? yerində. Oy. Oğlum, bəlkə deyirəm, sən uzanasan. Yox, Qasım, mən işdəyim, işdə uzanmaq düz gəlmir. Sizdə işdə uzanmırlar. Mən uzanan kimi yatıram. Oy. Nə pis xasiyyəti var. Yox. Qoşqar yığır. Qadasını alaram. Elə soruş gör boyu nə boydadır? Yaxşı, mənə bax, oğul, mən yuxarı çıxım, yoxsa aşağı düşüm. Burada set harda yaxşı tutur? Burada hər yerdə set tutur. Doğrudan. Kət deyil, aş. Alo. Hə, Qoşqar, nə olub? Maması boyuna qurban olsun. Maşını vurmusan? Sənin maşının var bala. Hansı maşını? Uy. Gəldim. Uy. Gəldim. Nə olub? Vay vay Nə vay olub? vay vay. Nə olub? Vay vay vay. Nə olub? Maşını vurub. Nə maşını? Qoşunun maşını var. İstədiyi yerdə maşın vurub. Evim yıxıldı. Gördün mü? Gel gel. Gedək, gedək. Maması gör. boyuna qurban olsun. Niyə sürür deyə maşını? Ha, neynədin lan sənə? Nə olub ha? Biraz yavaş sür də. Hər şey cəhənnəm. Mən maşın yəsinə nə cavab verəcəm? Ay oğul, cəhənnəmə nədir? Onun içindəki adam deyir. İndi olub da Qoşqara bir şey olsaydı nə olacaq? Ay, yəni buna bir şey olsa bu sağalarda əsas maşın deyil. Sən narahat olma, maşın atası düzəltdirəcək. Əmi, mən gördüm bək sürürdü. Sən də uşaqsan, otur uşaq yerində. Bək sürürdü. Get dərslərini oxu. Çıxabağıma get dükkanda. Dur, gedək buradan. Dur, dur. Yox, Dənər. Mən sənə qardaşım dedim, hə? Hadi get, yaxşı. Nə olar? Qardaşım. Ha, gəl bəri. Qadın olaram, mən sən. Mamam boya qurban olsun. Ha, indi kart atacam, atarsınız pulu. Hə, atacam, hə. Gözləyirəm, tez elə. Dədə. Haydi. Dədə. İndi bildikdən, hə, demirəm ha düz eləmişəm. Bilirəm ki, səhv eləmişəm. Dənə, yazımıza bir söz denədən amma nə olar ki? Nə deyim balam? Dedim, gördüm əməl eləmirsən, da demirəm. İncitmə də Qasım uşağı. İndi bir səhv deyilib. İncitmə uşağı. Dədə, demirəm, benim ha burada nəsə başqa bir söz deyil. Lazımsa başqa söz deyil. Deyəm, danla, qoy qabağını, oğlum deyirəm, qoy qabağa mənə danla. Deyən ana bala, niyə belə eləyirsən, Amma bir söz deyil. Sən bana söz deməyəndə mən qorxuram. Deyirəm, yəqin gözümdən düşmüşəm, nə bilim, məni heç vaxt bağışlamayacaq. Nəsə denədən, hə? Ay Qoşqar, insanın ömrü o qədər uzundur ki, həyatı boyu ancaq səhvlər eləsin. Bəzən başqasının da səhvindən ibrət götürmək lazımdır. Mən sənin atonam. Mən sənin yolumu kəsmək üçün yox. Mən sənin düz yola getmək üçün danlayıram. Sənin ayağın büdrəyəndə oğul, mənim ürəyim əsir. Sənə bir şey olanda, sən ziyan çəkəndə mən də ziyan çəkirəm, mən də peşman oluram. Bəzən insanın başına gələn ən böyük bəla gec anlayıb tez peşman olmaqdadır. Bala, mən bu sözləri sənə sevə-sevə deyirəm. Səni incitmək üçün demirəm. Sən mənim oğlumsan, mən səni çox istəyirəm. Mən səni qorumaq üçün deyirəm, oğul. İstəmirəm ki, sən sonradan nə vaxtsa peşman olasan. Yaxşı, bax, mən sənə mamamla yanında söz verirəm. Mən bir də sənin sözündən çıxmayacağam. Öpüm. Bu maşın nə iş burada? Ana. Dədənlə şahsi elektroniksdən texnik aldıq da bala. Bəxtəvər olmuşdum da, dedim ta oğlum işləyir, hər şey ala bilərəm. Yaxşı da, Qəmər də, uşağı danlama da. Mən özüm ödəyəcəm, narahat olma. Köməkləşək bunu. Mən sənə kömək eləyəcəm, qardaş, narahat olma. Mənə bax,
Özüm qəsdən dədəmin yanında elə dedimi, mən səni danlayanda o həmişə səni qoruyur. Elə dedim ki, daha o səni danlamasın. Yoxsa mən sənə söz deyərəmmi? Sən qadan qalın. Mən hər yerdəyim ki, mənim bir dənə anam var, o da sənsən. Qadan alarım. Get kömək edirəm. Qoç elə, gəl, qoç elə. Yavaş yavaş. Gəl bəri. Yavaş yavaş. Yavaş yavaş. Yavaş Sən yavaş. düz, sən bana düz. Yavaş yavaş yavaş. Yavaş yavaş. Ne oldu yine belə getdi? Heç küsməyin yeridirmi? Ne oldu yine belə getdi? Heç küsməyin. Yayımın baş sponsoru Bizon. Xüsusi sponsorlar Qardaşlar Mebel, Rosko Halal Məhsulları. Sponsorlar Bomba Beloçka tumları, Şahs Electronics, Previta Vitamin Kompleksi, Permalit boyaları, Mebra Az Mebel elanları platforması.